Deməli, hər hansı bir istər su xətti, istər kanalizasiya xətti çəkiləndə onun üzərini yumuşaq material olan dolgu materialı ya qumlu atseplə, ya qumla bu qayda doldurulmalıdır. Ondan sonra torpaq materialı verilməlidir. Çünki bəzən götürürlər birbaşa torpaq materialı verirlər. O da borunun zədələnməsinə səbəb olur. Hərçənd nə qədər keyfiyyətli boru olsa belə borunun zədələnməsinə səbəb olur. Bir də sonradan həyətdə hər hansı bir qazıntı işi aparan zaman, hansı ki bu narın material olan qum olsun, qumlu asep olsun, hər hansı bir qazıntı işi aparanda bu səviyyəyə çatanda artıq məlum olur ki, onun altında hər hansı bir ya su xətti, ya elektrik xətti və s. bir şey gedir. Ona görə mütləq dolgu qatı kimi borunun üzərinə verilməlidir. Təbii ki, verilməyi müsbətdir, amma verilməməyi artıq belə deyək də, müəyyən fəsadlar sonradan ortaya çıxarda bilər.